Saatli Kişi o da xəstədirsə, mən nə deyirəm ki, sabahları biz lazımi qurumlara şikayət eləyəcəyik. Bunu da aparıb basacaqlar dəlixanaya, canımız qutardı, getdi, bu qədər, sadə. Mənə də sabahları gəlib buradakı kütlə deməyin ki, Rəhman, sən niyə elə elədin, o yazıq idi. O yazıqdırsa biz də kimisə balasıyıq da, biz yazıq deyilik. Bəzən cavabı olana cavabını vermək lazımdır, düzdür. Deyir, Mənim nəsə xəstəliyim olsa, canlı yayında otursam, xəstə olsam, psixoloji problemlərim olsa, vallahi billahi mən gedib müalicə alaram. Bu insanınsa bir ətrafında yəqin ki, buna bir kömək olan, dayaq olan yoxdur ki, bu müalicə alsın. Vallahi bunu tutub basmayacaqlar içəri. Çünki bunun problemləri var. Bunu aparıb müalicə eləyəcəklər. Siz narahat olmayın. Sabahlarda mən şikayətimi eləyəcəm. Mən özümə görə şikayət eləyəcəm. Mən o deməyəcəm orada mənə nəsə deyib. Hal-hazırda yəni mənim şəxsiyyətimi ləkə yaxmağa çalışıb öz ailəmində. Biz də inşallah ki, sabahları onu... Məni görmürsünüz bu platformada biz neçə vaxt ki, fəaliyyətdəyik də. Uşaqlar, mən bu günə kimi heç bir şəxsi problemimi TikTok platformasında həll eləməmişəm. Mənə kimsə söyüşdə yazıbsa, mən həmin insanla lazım olub görüşmüşəm, danışmışam, necə lazımdırsa yerinə qoymuşum. Mən TikTok platformasındasa kimisə söyüm, kimsə mənisə söysün. Mən həyatı boyu oğlan olmamışam. Amma bu Turacdır. Mən Turacla nə üzdə gələsi deyiləm, nə də onunla zəng eləyəsi, onunla nəsə bir söhbət aparası deyiləm. Yəni bu insanın həll olunan məsələsi odur. Belə həll olunacaq. Başqa variant yoxdur. Gözlə bizə danışaq da, qoymursan. Dinləyirəm səni, danış. Yəni mənim demək istədiyim odur ki, əgər o sənin haqqındır, əgər sənə qarşı səhv eləyibsə, nə etmək istəyirsən, get elə. Bu sənin şəxsi düşüncəndir, şəxsi həyatındır, şəxsi hüququndur. Necə istəyirsən, get müraciət elə. İkinciyə qalanda isə biz özümüz belə çox belə bir anlıq belə şeyə düşdük ki, bu nə danışır? Mən belə oradan dedim ki, sən nə danışırsan? Sən Səbuninin haqqında nə danışırsan? Sən onu nə qədər tanıyırsan ki? Sən məni tanıyırsan, Niko. Biri var ki, mən səni tanıyıram. Biri var ki, bir insan necə Baboş Veli haqqında demişdi, belə paneldə olan bir şey danışsa adamın içi yanmaz. Başa düşürsən? Bax burada yazıblar, müalicə olunmalıdır da, xəstədirsə biz də ona dedik ki, psixoloqa get, müalicə ol. Biz hətta ona dəstək amaçlı, əslində bir növ dəstək amaçlı onu qoşduq ki, bəlkə orada kimsə onun xəstəliyinə görə nəsə belə bir çəkdiyi əziyyətə görə kimsə ona dəstək olar, bəlkə nəsə bir xoş gün görər. Amma yenə də dediyim kimi, sən öz hüququndur, öz seçimindir, kimə istəyirsən get müraciət elə, qanun qarşısında cavabını versin. Biz də dəstək oluruq. Məsələn, mən dəstək oluram bilsən necə insana, onu qanan insana. Mənim yanımda Günel işləyir, danışmır, eşitmir. Mən ona hər daim dəstəyəm, çünki o yerini, tərbiyəsini bilir. Yəni, psixoloji problemləri olmaq ayrı şey, tərbiyəsiz olmaq ayrı şey. Tərbiyəsiz olmaqda bura cəmaatın ailəsi baxır, ailə üzvləri baxır. Yəni, sizin canlı yayınınız normal mədəni canlı yayındır. İndi kimsə girər, nəsə deyər, o sizin günahınız deyil. Mən sizi günahlandırmıram, nə də ki bir şey. Sizlik bir şey yoxdur. Sizlik bir şey yoxdur. Mənim üçün lazım olan o tərbiyəsiz insanın sabahları inşallah ki qanun qarşısında cavab verməsidir ki, mən heç kimlə işim yoxdur, amma bir şeyə kinli yanaşdımsa onun axırına qədər gedirəm. İnşallah ki, sabah. Bax, burada da nəsə bir artıq rəy yazanlar var ha. İnşallah ki, balavızın başına gəlsin. Yaxşı, balavız o vəziyyətdə olsun. Bəddua eləmə, bəsdir. İnşallah. Yaxşı, inşallah ki, bir yaxınınızın başına gəlsin, bilərsiniz. Biraz insanda ləyaqət, şərəf olar ki, şərəf, ləyaqət olar ki, elə insanın da tərəfində durmarsan da. Sən də day gedib sabah onun kiməsə müraciət eləyəcəksən, hüquq qarşısında cavabını verməsini eləyəcəksən. Elə get sabah ver də. Bunu burada belə car çəkməklə yeri deyil ki. Əfisədən biz söhbət edirik. Başqa nəsə söz deyəcəksən, Niko? Deyəcəkdim ki, bu qədər biz sənə reklam elədik. Bizə niyə parfüm göndərmədin? Nə var, lazım olsa problem yoxdur. Mən dedim axı. Elə ancaq dildə deyirsən. Dildə deyirsən, əməldə göstərmirsən. Mən ona deyirəm, ətir göndərim, deyir, özün gətir. Zaten mən də ciddi şəkildə deyirəm ki, problem yoxdur. Bax, bizim insanlar bizim nəyimizi anlamır. Baxın, biz yumor xarakterli danışırıq. Deyirəm, mən də onu Velizarın canlı yayınında oğlanlarla danışması belə yumor. Çünki Velizar canını bağlayanda oğlanları unudur. Ay, el olmaz. Yəni, səndən olan o yayındakı dava, söz deyir sənə, onu parfümü gətir. İnan Allah ki, yadından çıxır. Bilirəm. Yəni, mən onu deyirəm də... Sən onu belə şey eləmə. Yəni, sən parfüm göndər, bəhanə gətirmə, canım mənim. Sabahları inşallah ki, 2 dənə, sabahları inşallah ki, 5 dənə 100 millətdir sizin ünvanınıza çatar Allah'ın izniyle. Biz 5 rəqəmini seçib sevmirik. Biz ancaq 6 rəqəm.